Demək, Azərbaycan xalqı, hər kəs salamlayıram. Demək, diqqətlə bu videoya bir dənə saxtalığa baxın. Demək, burada yazıblar ki, demək, Binəqədi rayonu Bülbülə qəsəbəsi. Ev tutulur burada, Adil müəllimin adından, indi baxın, hara baxır. Demək, siz hara baxırsınız? Adil müəllim xalqına, millətinə, cənab prezidentə gözəl icra başçısıdır. Şəhid ailələrinin, qazilərin, yetim uşaqların, idmançıların daim yanında olan bir şəxsiyyətdir. Bu zalı da Adil müəllim sağ olsun təşkil edib. Sabunçuda məşq keçirik. Demək, şəhid ailələri, qazilər, yetim uşaqlar, kasıb uşaqlara təmənnasız bu zalda məşq keçirir. Bu zalda neçədən Avropa dünya çempion uşaq çıxır. Demək, Adil müəllimin sağ olsun, əziyyətləri böyük olur. Adil müəllim gözəl insandır, gözəl icra başçısıdır. Əsl kişi oğlu kişidir. Bu cür şəraitləri bizə yaradır. Bizlər isə onun qədrini bilməliyik. Bəzi insanlar, saxta insanlar qədir bilməzlər. Amma biz bilirik, Adil müəllimin kim olduğunu biz bilirik.